qeyqanaq Təbrizin isalətli qeyqanadı, Girdəkan qeyqanadı. Bəh, 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 bəh. Gəlin gedək bir daha qeyqanaq düzəldək, özdən həmən əsalətə Təbrizə. Gəlin gedək. Axı biz Təbrizlilər istiliğa çox bazıq. Bir daha istilik düzəldəcəm, qoy ağabın qabağına yesin desin, mersi, banu. Əvvəl qeyqanağın şirəsini düzəldəcək, ta qeyqanaq hazır oluncaq, soğusun. 1 livan su tökəcəksən, 2 livan da şəkər tökəcəksən. 1 qaşıq zəfəran vuracaqsan biləsinə. Ya 3 dənə bütün helim var at, yoxundu pudrundan at. Qeyniyəndən sonra qoyacaqsan kənarda soğusun. Qeyqanağın özünə 5 dənə yumurta sındıracaqsan. Həmzən bəlgin oldu, həmzən bəlginən olmadı dəsti. 1 qaşıq çay qaşıqcan vanil vuracaqsan. Bir də vurandan sonra elə qat. 1 dənə çay qaşığı pecin pudra atacaqsan, çay qaşıqcan. Hər bir yumurtaya 3 qaşıq girdəkan vuracaqsan. 15 qaşıq girdəkanı bu cür dartacaqsan burası. Qatacaqsan yenə həmzənlə vuracaqsan bir. Yadında olsun, əbəqə səliqəli qatacaqsan. Bir dənə nəhsus tava götürəcəksən, tavanın ya şəfif yağla tutacaqsan ki, bizlərlə yağı çoxdur olsun. Yağı qoyacaqsan qazı üstünə, dağ olsun. Bir daha məvadını qatacaqsan, aram-aram boşaldacaqsan yağın içinə. Çörəcəksən o üstə qəşə pişsin. Bu cür yağın süzəcəksən. Bu qeyqanaq Təbrizin isalətli qeyqanadı. Deyəcəksən ağa, buyur bu da sənin girdəkanlı qeyqanağın, yen uşucan elə, bura behnam.